Bəzən sənət əsərləri sadəcə gözəllik nümunəsi deyil, həm də bir xalqın duaları, arzuları və xeyriyyəçilik ruhudur. Azərbaycan Milli Xalça Muzeyi bu dəfə qapılarını çox fərqli və sirli bir xəzinəyə, səssiz dualara açdı. Zirəcümə məscidində 10 illiklər boyu qorunan ayrı-ayrı insanların ən təmiz niyyətlərlə məscidə ianə etdiyi tarixi incilər ilk dəfə geniş ictimaiyyətə təqdim olundu. Milli Məclisin Mədəniyyət Komitəsi, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan bu sərgi həm də xeyriyyəçilik ənənəmizin nə qədər köklü olduğunu sübut etdi. Gəlin o mənəvi atmosferə birlikdə dalaq. Milli irsin ən saf forması, səssiz dualar. Fevralın 5-də Azərbaycan Milli Xalça Muzeyində Zirəcümə məscidində qorunan mədəni irs nümunələrindən ibarət bənzərsiz sərginin açılışı keçirildi. Milli Məclisin Mədəniyyət Komitəsi və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutan bu layihə Azərbaycan xalqının tarixi yaddaşına və mənəvi dəyərlərinə işıq tutdu. Ekspozisiyada təqdim olunan xovlu və xovsuz xalçalar, bədii metal və tikmə nümunələri sadəcə sənət əsəri deyil, bu eksponatların hər biri zamanında dindarlar tərəfindən məscidə ianə edilib. Yaşı bir əsrdən çox olan nadir Qurani Kərim nüsxələri və əlyazma kitablar ziyarətçilərə keçmişin elmi və mənəvi dərinliyini hiss etdirdi. Sərginin əsas qayəsi Azərbaycanda əsrlərdir mövcud olan xeyriyyəçiliyi və ictimai həmrəylik ənənəsini nümayiş etdirməkdir. Məscidlərimizdə qorunan bu əşyalar xalqımızın həm sənətkarlıq qabiliyyətinin, həm də dini dəyərlərə olan yüksək ehtiramının təzahürüdür. Sərgilənən hər bir toxuma, hər bir metal naxış sanki öz sahibinin səssiz duasını bugünə çatdırmış oldu. Bu sərgi çox qeyri-adi bir sərgidir. Çünki bu günləri burada bizim mənəvi dəyərlərimiz, mədəni irsimizlə görüşür. Bizim mənəviyyatımız mədəniyyətlə, incəsənətlə görüşür. Və baxın, Zirə Cümə məscidi və yaxud digər bizim rayonlarımız, bizim kəndlərimiz, orada nə qədər bizim mirasımız var, bizim irsimiz var, bizim mədəni abidələrimiz var, dini abidələrimiz var, tarixi abidələrimiz var və bunların hamısını üzə çıxartmaq lazımdır. Mərkəzə gətirmək və sonra mərkəzdən dünyaya açılmaq, dünyaya göstərmək. Bax, mən bugün çıxış eləyəndə dedim ki, nənələrimizin sandıqlarından əslində o irsi çıxartmaq lazımdır və təbliğ etmək lazımdır. Və bu günləri başqa bir məsələ, başqa məsələ ondadır ki, bu günləri bizim dini ibadətgahlarımız eyni zamanda bir mədəni mərkəzlər kimi də göstərilir. Mədəni mərkəzlər bizim mənəvi mərkəzlərimiz kimi göstərilir və orada o qorunub saxlanılan bizim qədim xalçalarımız, xovlularımız, kilimlərimiz, eyni zamanda mis qablarımız, hansısa əl sənət nümunələri və s. bir daha göstərir ki, nə qədər bizim zəngin mirasımız var. Bunlar əslində hər biri bir sübutdur. Fevralın 8-nə də davam edən sərgi milli irsimizi qorumağın və gələcək nəsillərə ötürməyin ən gözəl nümunələrdən biri kimi yadda qaldı. Bu, həm də bir çağırış idi. Tariximizi yaşadan hər bir detal bizim milli kimliyimizdir.